Bilirsiniz Şəfa xanım, biz bu haqda artıq aylardır danışırıq. Elə bir həftə, elə bir ay yoxdur ki, Ermənistan tərəfindən Azərbaycana qarşı hansısa bir təxribat həyata keçirilməsin. Bir qədər bundan əvvəl də sizin qeyd etdiyiniz kimi, bu gün Ermənistan ərazisində təkcə Ermənistan dövlətinin nümayəndələri deyil, o cümlədən Avropa İttifaqının missiyası da var. O missiya Ermənistanda yerləşən bəzi ölkələrin diplomatik nümayəndəlikləri ilə, səfirliklərlə aktiv işbirliyindədir və o həmin aktiv işbirliyi vasitəsilə onlar özlərinin Ermənistan ərazisində gərəkliliyini sübut etməyə çalışırlar. Bunu da sübut etmək üçün nə etmək lazımdır? Mütəmadi olaraq geniş hesabatlar tərtib etmək lazımdır. Bölgədə vəziyyətin gərgin olmasını imitasiya etmək lazımdır. Və bu işlə də məşğuldurlar. Və biz zaman-zaman Azərbaycan Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin məlumatlarını eşidirik, oxuyuruq, müşahidə edirik. Vizual görüntülər bizə təqdim olunur ki, müşahidə missiyası Azərbaycanın ayrı-ayrı nöqtələrinə patrol xidməti həyata keçirir və binokl müşahidəsi həyata keçirilir. Özlərində qeydiyyat aparırlar. Əlbəttə ki, o qeydiyyat Ermənistan tərəfinə təqdim olunur. O birbaşa Avropa kulvarlarına, yəni rəsmilərinə təqdim olunur. Bu təxribatlarda məqsəd nədir? Bilirsiniz ki, dünən Azərbaycanda çox mühüm bir görüş keçirildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər'in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi və orada biz səhər saatlarında iki qardaş dövlətin hərb sahəsində uğurlarından, xüsusən PKK-nın silahı yerə qoyması ilə bağlı Azərbaycan tərəfinin qardaş ölkəni təbrik etməsini, o cümlədən qardaş Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər'in deməli bu 40 ildən artıq müddətdə Türkiyənin çox bir tarixi qələbəsi haqqında fikirlərini eşitdik. Biz bilirik ki, hər sülhün bir növ, siyasətin bir növ davamıdır. Yəni, əgər siyasi arenada hansısa bir dövlətlər, hansısa bir güclər müəyyən uğur əldə edə bilmirlərsə, onda necə deyərlər, silahlar işə düşür. PKK-nın yəni silahı yerə qoyması bir növ Ermənistan ərazisində uzun illər separatizmin mərkəzinin də yox olma anlamına gəlir. Ona görə də maraqlı olan qüvvələr bunu sərhəddə silahın gücü ilə, yəni Azərbaycan ordusunun mövqelərinə atəş açmaqla, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açmaqla bir növ dilə gətirirlər. Elə sizin də qeyd etdiyiniz kimi, bu günləri görüntü var ki, Ermənistanın hansısa bir tərbiyəsiz, intizamsız hərbiçisi bizim hərbiçini açıq şəkildə təxribata cəlb edir və bizim əskərin, yəni o kəskin atıcının, yəni snayperin də belə deyək, həmin əskəri zərərsizləşdirməsi üçün çox da böyük bir güc sərf etməsinə ehtiyac yoxdur. Amma buna baxmayaraq erməni hərbiçisi Azərbaycan ordusunun mövqelərinə qarşı daş atır, nə bilim, təxribata bir növ cəlb etməyə çalışır. Məqsəd aydındır. Yəni, məqsəd odur ki, tərəflər arasında qan tökülsün və bu beynəlxalq qurumlar da hələ də ATƏT-in Minsk qrupunun yaşamasına səy göstərən dövlətlər, Amerika, Fransa, Rusiya, elə ATƏT-in özü də yenidən gəlib desin ki, bəli, hələ tərəflər arasında gərginlik hökm sürür. Bizim bölgədə olmağımız mütləq, necə deyərlər, vacibdir.